Can, qoğalı çox sevirsiniz uşaqlar. Biz belə deyirik də şortelə. Aşağıda otur gözəl. Aşağı. Otur orada. Asla. Uşaqlar, biri var imiş, biri yox imiş. Bir dənə nənə var imiş. Onlar uzun illər mehriban yaşayırlarmış uşaqlar. Günlərin birində baba nənəyə deyir, gəlsənə qoğal pişirəsən. Nədən pişirəm? Axı yoxdur, bəlkə ambara baxasan. Yəqin ki orada biraz un tapılar. Nənə elə də edir və nənə ambardan un tapır və dadlı qoğallar pişirir. Onun üstündə isə yola doğru qoğalı pəncərədə oturmağa səbri çatmır və oradan aşağı biz aşağı düşür. Geç oradan. Sağ ol, afərin. Deməli, uşaqlar, nənə qoğalı qoyur pəncərənin ağzına, pəncərədə qoğalı səbri tutmur və neyiniyir? Qoğal oradan dığırlanır. Yolda ona bir dovşan rast gəlir, qoğaldan xoşu gələn dovşan deyir, qoğal, ay qoğal, mən səni yiyəcəm, qoğal deyir, bəlkə məni yeməyəsən, sənə yaxşı mahnı oxuyaram, dovşan qulaqlarını şənləyir, qoğal isə oxumağa başlayır. Baxın uşaqlar qoğal nağılımıza görün, nə gözəl dadlı qoğaldır, bax, gördün mü? Demək, dovşan başlayır oxumağa, qoğal başlayır oxumağa, umdum qoğal olmuşam, süd ilə yoğrulmuşam, qızarmışam yağda mən, tez qaçmışam yenədən, babadan da qaçmışam. Ay dovşan, bax səndən də, nə var qaçmağa, səndən də qaçacaq. Qoğal bunu deyir, deyirlərə öz yoluna davam edir. Uşaqlar, dovşan da on qalacaq. Baxa qalır, İpək, qoğal dovşandan qaçır, sən onu bilirsən, sən də qaça bilərsən. Deməli, qoğal çayın kənarı ilə gedərkən onun qabağına bir dənə bu uşaqlar, canavar tanıyırsınız canavar. Az göz canavara baxın uşaqlar. Ona geçir dişləri var. Əli şipək aşağıda. Deməli, bir bot canavar çıxır, səhərdən bəri dinləməklə dəyələyən canavar qoğalı görüb sevinir və deyir, qoğal, ay qoğal, nə yaxşı oldu, mən səni gördüm, uşaq səni hop yiyəcəm. Məni yemə, ay bot canavar, mən səni mahnı oxuyaram, bəyənməsən məni yiyərsən. Qoğal oxumağa başlayır, undum, qoğal olmuşam, süd ilə yoğrulmuşam, qızarmışam yağda mən, babamdan da qaçmışam, tez qaçmışam nənəmdən, babamdan da qaçmışam, dovşandan da qaçmışam. Bax, indi ay canavar, mən səndən də qaçacam. Bunu deyib, tez qoğal deyirləri canavardan uzaqlaşır. Qoğal yenə öz şərmanlısını oxuya yoluna davam edir. Birdən onun qabağına bir ayı çıxır. Ay gördünüz uşaqlar? Yetərlər bir ayı, tüləri var. Kocaman bir ayı, baxın. Ay yaman, necə yetir, bazı görüşləri var mı? Deməli, ağzından nərəncisi meşəni, ağzından nərəncisi meşəni başına götürən ayı, qoğalı götürüb, görür gözlərinə işıq gəlir və sevincək deyir. Uşaqlar, İpək, qoğal, ay qoğal, mən səni hop edib yiyəcəm. Ay əyci pəncə ayı, məni yiyə bilməzsən, mən sənə yaxşı bir mahnı oxuyum. Əgər mahnın xoşuna gəlməsə, məni hop edib tutarsan, elə mi? Qoğal ayısını oxumağa başlayır. Umdum, qoğal olmuşam, süd ilə yoğrulmuşam, qızarmışam yağda mən, tez qaçmışam nənədən, babadan da qaçmışam, dovşandan da qaçmışam, canavardan da qaçmışam. Bax, indi qısa səndən də qaçacam, əyri pəncə ayı, səndən də qaçacam. Deyib qoğal yoluna davam edir. Dığırlana, gedək qoğal. Bu dəfə qabağına bir dənə tülkü düşür. Uşaqlar, tülkü görmüsünüz? Baxın, tülküyə baxın, şərəfi çox tülkü. Ay qızım, gəl yanıma. Hələ qoğal, dığırlana, gedən qoğal, dəfə qarşısına tülkü çıxır. Yaxşı. Salam ay qoğal, sən nə qəşəng, nə gözəl qoğalsan. Qoğal çox sevinir. Ona belə təriflərlə mahnı oxuyan olmamışdır. Qoğal tülküyə mahnı oxumağa başlayır. Umdum qoğal olmuşam,
qaçmışam nənədən. Babadan da qaçmışam, nənədən də qaçmışam, dovşandan da qaçmışam, durayağın canavardan da qaçmışam. Aydan da qaçmışam. Ay tülkülərə, səndən nə var qaçmışam? Tülkü sənə yavaş-yavaş. Mən sənin oxuduğun mahnını valih oldum. Amma sözlərini yaxşı eşitmədim. Deyib, o hilə ilə neyini? Tülkü isə yavaş-yavaş ona yaxınlaşır. Mən sənin oxuduğun mahnıya valih oldum. Amma sözlərini yaxşı eşitmədim. Deyə o hilə işlədi. Qocalmış tülkü qulaqlarını yaxşı eşitmir. Yaxşı olar ki, bu mahnını neyini? Üstündə oxuyasan. Qoğal sevilir. Biz tülkünün burnunun üstünə çıxır və hoppanı tülkünün burnunun üstündə özünü yerini rahatlayır. Və yenicə oxumağa başlayır. Qoğal olmuşam, süd ilə yoğrulmuşam, namusunu bitirə